Dünəndən etibarən cənub bölgəsinə yağan aramsız qar Ələt-Astara magistralının Masallı və Cəllabad rayonları ərazisindən keçən hissəsində nəqliyyatın hərəkətində məhdudiyyət yaradıb. Bu məqsədlə 47 saylı yol istismar idarəsinin texnika və canlı qüvvəsi həmin ərazilərə cəlb olunub. Yollarda və körpü üzərində donma şəraiti nəzərə alınaraq duz qarışıq qum səpilir. Həmçinin məhəllə və kəndarası yollarda da qarın təmizlənməsi davam etdirilir. Magistral yolun Masallı və Cəllabad rayonlarından keçən hissəsində yol polisi gücləndirilmiş rejimdə fəaliyyət göstərir. Görülən tədbirlər nəticəsində hərəkətin intensivliyində yaranan məhdudiyyətlər aradan qaldırılıb. Qeyd edək ki, 2 gün ərzində yağan qarın qalınlığı dağlarda 30 cm, rayon mərkəzlərində isə 15-20 cm çatır. 2 avtoqrederimiz var. 4 dənə yükü özü boşaldan maşınla pesok yüklənmişik, qum materialı yüklənmişik. Hansı yerdə sürüşkənliyi varsa, hansı yerdə çətinliyi varsa, həmin yerləri qumla təmin edirik.